hüquq insandan başlanır. İnsan qanun üçün deyil, qanun insanlar üçündür. Qərb insanı daha çox azadlıq, şərq insanı isə daha çox təhlükəsizlik axtarır. İstifadə etdiyin məkan qarşısında məsuliyyət daşıyırsan. Çox vacibdir, amma ədalətlə mərhəmət paralel olmalıdır. Yalnız qorxu üzərində qurulan sistemlər uzun müddətli ola bilməz. Bilik bəzən təhlükəyə çevrilir. İnsan gərək insan olar. Savadlı insan avtomatik humanist ola bilməz. İnsanlar bir-birini dinləməkdənsə daha çox cavab verməyə meyillidir. İnsan daxilində davranış mədəniyyətinin yaranması çox vacib məsələdir. Uşaqlar qanunu qorxudan yox, bir-birinə hörmətdən öyrənsələr gələcək dəyişər. Soruşdum ki, sosial şəbəkələrdə ən təhlükəli nədir? Dedi, utanmaq hissinin unudulması. Unudulması. Bu sosial şəbəkələrdə hamı danışır, amma heç kəs eşitmir. Dövlət əgər cəmiyyətin skeletidirsə, vətəndaş cəmiyyəti bu onun sinir sistemidir. Salam, mən Tural İsmayılovun təqdimatında pərdə arxası verilişindəyik. Bugün mənim qonağım tanınmış hüquqşünas, ictimai xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü və Konstitusiya Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyevdir. Əliməmməd müəllim, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Əliməmməd müəllim, hüquq sadəcə qanunlar toplusudur, yoxsa cəmiyyətin birgə yaşayış mədəniyyətinin bədii formulası? Doğrusu, mən hüquqa heç vaxt yalnız maddələr toplusu kimi baxmamışam. Çünki o şey ki, insana toxunur, ona bir quru sahə kimi baxmaq olmaz. Yadımdadır, bir dəfə rayonların birində qəbul keçirirdik. Bu zaman bir yaşlı bir kişi yaxınlaşdı və məndən soruşdu ki, qanunu bilmirəm, amma istəyirəm ki, məni dinləsinlər, eşitsinlər məni. Məni biraz düşündürdü bu. Niyə belə yanaşır bizim ağsaqqal? O vaxt düşündüm ki, insanın hüquqdan ilk gözləntisi məsələnin həlli deyil, onun eşidilməsidir. Eşidilməsidir. Və əslində elə hüquq buradan başlanır. Səni eşidən var və biz çox zaman hüquqa necə baxır? Hüquqa baxır ki, kodekslər, maddələr toplusu, nə bilim, məhkəmə zalı və s. Biz buradan baxırıq, buradan baxırıq. Hüquq buradan girir, hüquq burada başlayır. Amma əslində hüquq hər zaman insanın eşidilməsidir. Qədim Romada da belə bir fikir vardı. İnsan qanun üçün deyil, qanun insanlar üçündür. Min illər keçib, heç nə dəyişməyib. Heç nə dəyişməyib. Qanun yazmaq çox asandır. Amma bütövlükdə vətəndaşın haqqını vermək, bu çox çətindir. Təbii. Ona görə mənim düşüncəmə görə hüquq insandan başlanır. İnsanın eşidilməsindən, dinlənilməsindən başlanır. Çünki bütün hallarda hüquq insan həyatına təsir göstərər. Əliməmməd müəllim, deyirlər ki, qanunların bir hərfi, yəni yazılan mətni, bir də ruhu var. Bir hüquqşünas üçün qanunun mətni ilə onun daşıdığı ali humanizm ruhu arasında hansı möhkəm bağlar dayanır? Bax, bu da çox maraqlı bir yanaşmadır. Tarixdə elə anlar olub ki, qanun işləyib, amma insanlıq əzilib. Mən bir misal gətirim. Nasist Almaniyasında, faşist Almaniyasında hər şey qanuna uyğun həll olunurdu. Qanunlarla həll olunurdu. Amma o qanunlar insanı qoruya bilirdimi? İnsanı qoruya bilmirdi. Montesquieu'nun qanunun ruhu haqqında bir əsəri var. O deyir ki, neçə əsr bundan əvvəl yazılıb. Qanunlar tətbiq ediləndə müxtəlif yanaşmalar ola bilər qanuna. Çünki hər bir ölkə üçün qanunun tətbiqi eyni cür ola bilməz.
Bu çox şeydən asılıdır. Coğrafiyadan asılıdır, iqlimdən asılıdır. Orada etnik mənsubiyyətdən asılıdır və s. və mentalitdən asılı məsələdir. Və onun böyük sizə bilirsiniz də bir mühüm nəzəriyyəsi var. Hakimiyyət bölgüsü nəzəriyyəsi dünyada bu qanun aliliyini təmin edən bir nəzəriyyədir. Və orada həm də maraqlı bir fikir var. Onu da söyləyir. Hakimiyyəti dayandıran hakimiyyət olmalıdır. Hakimiyyəti dayandıran hakimiyyətin qarşısına hakimiyyət çıxmalıdır. O, Montesquieu'nun hakimiyyət bölgüsü sərində də elə budur. Həm qanunverici icra məhkəmə hakimiyyəti və balans əks müqavillər sistemi. Əgər qanunverici hakimiyyət həm məhkəmə hakimiyyəti, həm də icra hakimiyyəti bir-birini məhdudlaşdırır. Bir-birinin qarşısına çıxır. O balans pozulmasın. Ona görə bir sıra hallarda əsas məsələ qanun hərfiyyən yox. Onun ruhunu tutmaq lazımdır. Qanun məqsədi nədən ibarətdir? Bax, buna diqqət yetirmək lazımdır. Əslində, elə İkinci Dünya müharibəsindən sonra da, nasistlərin o hərəkətindən sonra da hüququn fəlsəfəsi dəyişdi. Hüququn fəlsəfəsi dəyişdi və tarix göstərdi ki, bəzən ən təhlükəli qərarlar belə tam qanuni görünə bilər. Ona görə hər şeydən əvvəl qanunun ruhuna diqqət yetirmək lazımdır. Və yenə də bir elə haşiyə çıxmaq istərdim. Bir dəfə bir yaşlı hüquqşünasla söhbət edirdik. Dedi, ən çətin qərarlar maddədə yox, insanın gözündə başlayır. Biraz ağır cümlədir. Çünki bir çox hallarda maddənin görünməyən hissəsi var. O hüquq düşüncəsidir, vicdandır. Təbii. Bunun tətbiqi. Və ən çətin qərarlar da məhz bu zaman başlayır. Ona görə qanunun hərifi və ruhu arasında o harmoniyanı tapmaq, bunu görmək və tətbiq etmək lazımdır. Əli-Məmməd müəllim, müasir dünyada bilirsiniz ki, azadlıq anlayışı geniş müzakirə olunur və bu hüquqşünasların da, filosofların da, yazıçıların da toxunduğu bir mövzudur. Sizcə əsl azadlıq insanın istədiyi hər şeyi etməsidir, yoxsa başqalarının rahatlığına zərər verməmək üçün öz vicdanı ilə qurduğu daxili nizam-intizam? Yenə də maraqlı bir cümlə ilə sizin sualınıza cavab verməyə cəhd etmək istəyirəm. Bax, bunu yəqin ki, siz də eşitmişsiniz. Qərb insanı daha çox azadlıq, şərq insanı daha çox təhlükəsizlik axtarır. Amma əslində bunun hər ikisi lazımdır. Bunun hər ikisini insan istəyir. Sadəcə kimin daha çox nəyə ehtiyacı var? Bax, onu axtarır. Qərbdə azadlıqlarla bağlı məsələ daha populyardır, daha əsasdır. Amma şərqdə isə daha çox təhlükəsizlik məsələsidir. Amma indi müasir dünyanın düşüncəsi də azadlıq bəzən sərhədsizlik kimi təqdim olunur. Yəni, hüdudsuz, mən azadamsa hər şey edəm. Azadlığım varsa hər şey edə bilərəm. Və məncə, burada biraz diqqətli olmaq lazımdır. Çünki əgər tam sərhədsizlik varsa, onda xaos başlayır. Anarxiya başlayır. Onda başqalarının hüquqlarına müdaxilə başlayır. Ona görə bu sərhədi çox dəqiq tapmaq lazımdır və belə halda uzun ömürlü ola bilməz. Tez o dayanacaqdır və böhrana gətirib çıxardacaqdır. Baxın, Roma İmperiyasının tarixinə baxın. Bir zamanlar nə idi? Roma İmperiyasının son dövründə ölçülər etdi. Güc də vardı, imkan da vardı. Amma sistem özünü yordu, daxilən tükəndi. Sistem tükəndi və Roma İmperiyası iflasa uğradı. Ən vacib məsələ mənim üçün düşünürəm, azadlıq deyəndə insanın özünü saxlaya bilməsidir. İnsanın onu etməkdən imtina edə bilməsidir. İmtina etmək imkanını saxlanmasıdır. Sən bunu edə bilərsən, amma bunu etmirsən. Məncə bu azadlıq buradadır.
Əli Məmməd müəllim, elə azadlıqdan danışmışkən bir insanın taleyinə toxunmaq, onun gələcək ümidlərinə vasitəçi olmaq, məsələn, əf məsələlərində olduğu kimi insana mənəvi olaraq necə bir məsuliyyət və daxili hüzur hissi aşılayır? Ümumiyyətlə, istənilən məhkəmə qərarının arxasında insan nəfəsi olmalıdır. Və hakimlər, məhkəmələr tərəfindən qərarlar qəbul edilir. Eyni zamanda mən əf komissiyasında da onu istəyirəm, insanın taleyinə təsir edə biləcək bir imkanlara malik oluruq. Çünki şəxs müraciət eləyir, o əfv olunmaq istəyir və sən artıq sənin qərarından asılıdır. Sən ona bu ikinci şansı verəcəksənmi yenidən? Bizə ərizə daxil olmuşdu. Valideyn tərəfindən. Deyir, mən demirəm ki, oğlum günahsız deyil. Amma mən istəyirəm ki, sadəcə o həyata qayıtsın. Həyata qayıtsın. Deməli, dövlət təkcə cəza mexanizmini dövlətdə işləmir. Dövlətin həm də insanı qoruması onun əsas funksiyalarından biridir. Bax, belə anlarda düşünürəm ki, bu zaman o insanın taleyinə yanaşmada artıq mərhəmət gəlir. Ədalət çox vacibdir, amma ədalətlə mərhəmət paralel olmalıdır. Və əgər o dövlətin də böyüklüyü onun həm də mərhəmətindədir. Çünki dövlət insanı yalnız məhkum etmir dövlətin adından və yaxud da ki, o həm də onu qorumağı bacarmalıdır və ilk imkanda da əgər buna imkan varsa, onu qorumaq üçün zəruri olan bütün tədbirləri görməlidir. Əli Məmməd müəllim, cəmiyyətdə qayda qanuna riayət etmək qorxudan yoxsa sevgi və hörmətdən olmalıdır və bütün dünyada bu hüquqşünasların və filosofların müzakirə etdiyi bir məqamdır. İnsanı qanunlara hörmət etməyə yönəldən ən böyük daxili qüvvə nədir sizcə? Bu da bir həm maraqlı sualdır, həm də ümumiyyətlə hər kəsə tez-tez verilən bir məsələdir ki, yaxşı, qanunlar yalnız qorxu üzərində qurulan sistemlər uzun müddətli ola bilməz. O gec-tez iflasa uğrayacaqdır. Bizim baxaq, Sovetlər dövründə hüquq var idi, amma qorxu üzərində qurulan hüquqdur. Elə ki, böhran baş verdi, onun içərisində nə qədər düzənsizlik meydana çıxdı. Ona görə ən vacib məsələ inkişaf etmiş cəmiyyətlərdə də əsas nəzarət mexanizmi o kamera yox, insanın içi olmalıdır. İnsanın içi olmalıdır. Mənəvi dünyası. Mənəvi dünyası olmalıdır və hesab edirəm ki, bu çox vacib bir məsələdir. Əsas məsələ ondan ibarət deyil ki, polisin yanında mən özümü necə aparmalıyım. Polis olmayanda mən necə aparmalıyım. Çəkinə bilirəm ki, əsas burada vacib olan məsələ o davranışı seçmək məsələsidir. Bax, mən hesab edirəm ki, bu daxildən gəlməlidir və insanın daxildən gələn bu hisslər onun davranışını tənzimləyir və bu zaman artıq kameraların olub-olması, polisin olmaması əhəmiyyət daşımır. Bacımdan. Yəni, insanın daxilindən qanuna əməl etmək gəlməlidir. Bu da bir mədəniyyətdir. Bu mədəniyyət böyük bir mədəniyyətdir və bunun formalaşdırılması əlbəttə ki, həm qanunların ədalətli olmasından keçir, həm dövlət idarəçinin ədalətli olmasından keçir. Hökumət yalnız funksional hökumət olmamalıdır. Hökumət həm də xidmət edən hökumət olmalıdır. Bax, indi Azərbaycanda bu funksional dövlətdən xidmət dövlətinə keçid başlanır. Bu son bir neçə ay bundan əvvəl xidmət haqqında, dövlət xidmətləri haqqında qanun qəbul edildi. O konsepsiyanı dəyişir. Bax, bu hesab edirəm, bu çox əhəmiyyətlidir. Və insan daxilən bu qanunlara əməl etməyin daxildən gəlməlidir. Mənim fikrimcə. Nəyisə gözləməməlidir. Buna görə sanksiya var, məncə buna görə. Bu sanksiya altında qanunlara riayət etmək, əlbəttə çəkindirmək rolu oynayır. Amma bu, belə deyək ki, ilk yumuşaqlıqda, ilk zəiflikdə bu iflasa uğrayacaq. Ona görə, amma o daxildən gəlirsə, hər zaman ona əməl eləyəcəkdir.
Əlməmmət müəllim, mən hüquqi maarifləndirmə haqqında tez-tez yazılarımda da istifadə edirəm. Burada qonaqlarımız da olub müxtəlif dövrlərdə, başqa layihələrdə. Ümumiyyətlə hüquqi maarifləndirmə nə vaxt sadəcə maddələri öyrənmək mərhələsindən çıxıb insanın gündəlik yaşam mədəniyyətinə və davranış tərzinə çevrilir? Bizdə, mən təcrübədən deyim, bəzən elə düşünülür ki, maarifləndirmə ancaq maddəni izah etməkdir, onu şərh etməkdir. Konstitusiyanı əzbər bilmək olar, amma konstitusiyanın normaları əməl etmək bir başqa bir məsələdir. Bax, bir maraqlı bir şey mənim rastıma çıxmışdı. Yaponiyada bir maraqlı yanaşma var. İndi bəlkə də siz də bunu oxumusunuz. Uşaqlara ilk növbədə bilirsiniz nəyi öyrədirlər? Başqasına mane olmamaq davranışı öyrədir. Uşaqlar gəlir. Məktəbdə uşaqlar sinifləri özləri təmizləyirlər. Və bunun arxasında böyük bir fəlsəfə dayanır. Deyirlər, istifadə etdiyin məkan qarşısında məsuliyyət daşıyırsan. Bax, görürsən, çox sadə görünür, amma çox belə maraqlı bir yanaşmadır və eyni zamanda hesab edirəm, insanı tərbiyə edən bir yanaşmadır. Bu, yenə də regionlarda biz tez-tez bilirsiniz də tədbirlər keçirdirik, layihələr həyata keçirdirik. Yenə bu zaman yenə də bir gənc oğlan bir maraqlı bir qalxıb bir fikir söylədi. Deyir, biz qanunları eşidirik, görürük, basit gəlir. Amma həyatımızla əlaqəsini hiss edə bilmirik qanunların. Çünki insan yalnız televiziyada eşidən yox, gündəlik həyatında qanunlar onun həyatına necə təsir göstərir? Dəyişirmi? Onu qoruyurmu qanunlar? Bax, bu məsələdir. Mənə elə gəlir ki, daha çox maarifçiliklə bu elementə fikrim və həm də hekayələr danışmalıyıq, nümunələr danışmalıyıq. Bu zaman artıq o nümunələrdə qanunların həm tətbiqini görəcəm, necə tətbiq eləyəcək, necə həyata keçirməsi üçün o, belə deyək, tam olaraq imkan qazanacaqdır həmin dinləyicilər. Amma yoxsa gəlib əzbər, şərh etmək, təqdimatlar keçirmək, bunlar vacibdir. Amma o nümunələrsiz oldusa, keyslərsiz oldusa, inanın ki, uğur qazanmaq həm də o elə 1-2 saatdan sonra yaddan çıxacaqdır. Tez unutacaqdır. Əlməmmət müəllim, informasiya texnologiyalarının bu qədər sürətlə daxil olduğu müasir dövrdə hüquqi biliklərin insanlara çatdırılmasında klassik üsullar üstündür, yoxsa yeni rəqəmsal trendlər? Yəni, belə deyim də, bəlkə də biraz kobud Həsən Nəcəfə bir hüquqşünas bu sualımı doğru qarşılamaz. İnsanları yormadan maarifləndirməyin sirri nədədir? Bəncə, sobacı məsələyə toxunursunuz. İnsanları uzun, yorucu nitqlərdən qurtarmaq lazımdır. Əgər insan, biz bəzən olurdu, artıq nə baş verir? İndi biz, yenə deyirəm, tədbirlər keçirəndə daha çox rol oyunlarından istifadə edirik. Keyslər təqdim edirik. Danışmaq, belə deyək, mühazirə oxumaq dırnaq içərisində, o 15-20 dəqiqədən artıq olması artıq effekt vermir. O yorulur insanı, o da sənə qulaq asmır artıq. Səni dinləmək onu yorur. O baxımdan da hesab edirəm ki, uzun-uzadı çıxışlar etmək, bu insanların həm də özündən uzaqlaşdırırsan. Bəzən də biz qanunu elə danışırıq ki, qanunla bağlı. Elə bir ki, cəzanın veriləcəyi ilə təhdid edirik insanları. Bəncə, biraz qanunu fərqli formada izah etmək lazımdır. Daha humanist izah eləmək lazımdır. Həyat kimi ifadə etmək lazımdır. Onu yenə edirəm ki, bu da konkret nümunələr üzərində təqdim edilməsini zəruridir. Bir uğur hekayəsini təqdim etmək və ya bir hekayəni təqdim etmək 100 mühazirədən daha əfzəldir. Ona görə yeni texnologiyalar buna imkan verir. İndi təqdimatlar, rol oyunları, sürətli birbaşa əlaqələr, daha heç ona əziyyət vermədən şəxs evində oturaraq sənin, belə deyək ki, bu istiqamətdə olan təqdimatlarını qulaq asa bilər, dinləyə bilər, sənə birbaşa suallar verə bilər. Bir də onu gətir, ayrıca bir yer tut, saxla və uzun müddət, bir neçə saat, bu məncə indiki effekti, indi bu o qədər də effektli sayılmır, usul sayılmır.
Amma bütün hallarda çalışmaq lazımdır ki, hekayələr üzərində məsələni təqdim edə biləsən. Hüquqi savadlıq insanı cəmiyyətdə daha özünə əmin edir. Maarifçilik işinə mənəviyyat, insanpərvərlik aşılamadan uğur qazanmaq mümkündürmü? Bilirsiniz, 20-ci əsr çox ağır dərsləri olub. Savadlı insan avtomatik humanist ola bilməz. Yenə də mən Nasis Almaniyasından misal gətirmək istərdim, Nasis Almaniyasından. Orada çox yaxşı hüquqşünaslar vardı, alimlər vardı, həkimlər vardı bunlar. Onlar amma repressiya sisteminin bir hissəsi idi, iştirak edirdilər. Bir Joseph Mengele adlı bir, yəqin ki, eşitmişsiniz, həkim, məşhur həkim. Bilirsiniz onun, belə deyək, fəaliyyəti nədən ibarətdir? İnsanlar üzərində eksperiment keçirlər. Əkizlər üzərində, əlillər üzərində eksperiment və Alman irqinin ali irq olması məsələsi. Amma yetərli qədər, yenə deyək ki, yüksək savada malik olan bir. Biz bilik bəzən təhlükəyə çevrilir. Əlbəttə. Ona görə də bizim məşhur Nizami Gəncəvinin bir fikri var. İnsan gərək insan olar. Belə ümumi belə bir şeydir. Texnologiyalar indi dəyişib, hüquq sistemləri də dəyişir. Amma Nizami Gəncəvin bu fikri bugün də yaşayır. Çünki cəmiyyətin əsas problemi qanun çatışmamazlığı olmur. Əsas problem insan çatışmamazlığı. İnsan çatışmamazlığı. Bax, düşünürəm ki, biz bunu gətirə bilsək mərkəzə, onda o mənəviyyat məsələləri öz yerini tutmuş olacaqdır. Əlməmməd müəllim, tarixən bizim böyük maarifçilərimiz cəmiyyəti irəli aparmaq üçün elmlə bərabər mənəviyyat da önə çəkiblər və elə siz də indi bu məsələyə toxundunuz. Bugünün hüquqi maarifçiliyi keçmişin həmin mənəvi mirası ilə necə uzlaşır sizcə? Bax, biz əgər ötən əsrin, hətta biraz gedək 19-cu əsrin maarifçilərinə diqqət yetirsək, onlar təkcə savad öyrətmirdilər ki. Onlar insanları yetişdirməyə çalışırdılar. Bax, Həsən bəy Zərdabi, məşhur bizim maarifçimizdə də ilk belədir. Milli mətbuatımızda. Yalnız xəbər verməklə kifayətlənmirdi axı o. Cəmiyyətin o düşünmə tərzini dəyişmək istirdi və buna da nail oldu, bir çox məsələlərdə nail oldu. Və yaxud Cəlil Məmmədquluzadəni götür, Mirzə Cəlili götürək. İnsanları tənqid edirdi, amma onları alçatmırdı ki. Oyatmaq istəyirdi də. Mirzə Ələkbər Sabirdə də bu belədir. Bir dənə də yenə bir misal gətirmək istəyirəm. Qaxda bir dəfə yenə tədbir keçirdirdik. O bir müəllimlər də vardı orada. Bir maraqlı fikir söylədi. Dedi ki, uşaqları qanunu qorxudan yox, bir-birinə hörmətdən öyrənsələr gələcək dəyişər. Bax, mənə elə gəlir ki, maarifçilik təkcə məlumatın ötürməsi olunmalıdır. İnsan daxilində davranış mədəniyyətinin yaranması çox vacib məsələdir. Bax, ona yaranmalıdır. Davranışa təsir göstərməlidir. Bir misal da gətirim yenə. Məsələn, bizim uzun müddət belə bir fikir vardı ki, belə Azərbaycanda da bu fikir tez-tez səslənirdi. Biz öyrəşmişik rüşvət verməyə, bizim bundan çəkindirmək olmaz. Amma Hasan xidmət yaradılanda davranış mədəniyyətinin inqilab baş verdi. Və bu davranış mədəniyyəti inqilab hər iki tərəfdə, həm idarə edənlər tərəfində, məmurların davranışında dəyişikliklər baş verdi, həm də o xidməti alanların dəyişikliyində yeni alqoritmlər gəldi. Ona görə çox vacib məsələdir ki, sən bu maarifçiliyi necə quracaqsan, necə qurursan. Və düşünürəm ki, ən vacib məsələ o mədəniyyət, davranış mədəniyyətinin mənimsənilməsinə imkan verən bir sistemin qurulmasıdır və yanaşmanın edilməsidir. Maarifçinin bugünkü işi məncə budur. Ancaq məlumatı mən aldım, məlumat onsuz da yetərli qədər kanallar var, onu almaq olar. Amma onu dəqiq ünvanına çatdırmaq və onu mənimsəmək, davranışa çevirmək, bax, ən vacib məsələ budur, hesab edirəm. Əlməmməd müəllim, istəyirəm qısa-qısa bəzi sualları verim cavablandırasınız. Sosial şəbəkələrin və virtual dünyanın genişləndiyi bir dövrdə insanların bir-biri ilə ünsiyyətində hüquqi və etik mədəniyyəti qorumaq üçün gənclərə ilk növbədə nəyi aşılamalıyıq? Bu sosial şəbəkələrlə bağlı ən vacib məsələ ondan ibarət ki, biz öyrətməliyik ki, sözün nəticəsi olmalıdır. Sözün nəticəsi olmalıdır.
Və yenə də bir dəfə bu sosial şəbəkələrlə bağlı yenə söhbət edirdik. Dedik, soruşdum ki, sosial şəbəkələrdə ən təhlükəli nədir? Dedi, utanmaq hissinin unudulması. Unudulması. Sosial şəbəkələrdə bugün utanmaq yoxdur. Və əvvəllər əgər sosial şəbəkələr olmayanda bu aqressiyanı bir qədər məsafə vardı, azaldırdı. Amma indi ekran məsafəsi var da. Baxırsan orada və artıq heç aydınlaşdırmırsan ki, sənin üçün bu söz doğrudur, doğru deyil. Qarşı tərəfin deyib bunu, deməyib, fərqinə varmadan dərhal qarşı tərəfi ittiham etməyə başlayırsan. Bu sosial şəbəkələrdə hamı danışır, amma heç kəs eşitmir. Bax, bu bir şey də var. Düzdür, mən də sosial şəbəkənin istifadəçilərindən biriyəm. Amma mən baxıram, görürəm ki, bəzən o qədər də uğurlu olmayan ifadələrə elə bir aqressiv ifadələrə o qədər layiq gəlir ki, adam təəccüblənir ki, axı bu nə dedi ki? Sən bunu bu qədər maraqlı. Bu qədər sizin üçün maraqlıdır. Məncə burada əsas məsələ, əsas çaşınmazlıq nədir? Sadəcə texnologiyada deyil. Bu empatiya deyəlim. Yəni özünü başqasının yerində qoymaq. Bax, bu çatmır bizi. Bax, yaxşı. Sən buna bu cür cavab ver. Sən indi təsəvvür elə özü onun yerində. Onda nə ola bilərdi? Mənim düşüncəmə görə indi informasiya o qədər çoxalır ki, insanların bir-birini hiss etmək qabiliyyəti isə azalır. Bax, bunu təəssüf. Bunun çarəsini tapacaq, onu bilmirəm. Amma hər halda bütün dövrlərdə ən çətin vəziyyətlərdən insanlıq çıxmaq imkanları tapıb. Əlməmməd müəllim, vətəndaş cəmiyyəti bu anlayışın mayasında hansı bəşəri dəyərlər dayanır? Vətəndaş cəmiyyəti bugün dövriyyədə olan ən çox istifadə edilən həm sözdür, həm də böyük müzakirələrin predmetidir. Bax, dövlət əgər cəmiyyətin skeletidirsə, dövlət cəmiyyətinin, vətəndaş cəmiyyəti bu onun sinir sistemidir. İlk dəfə problemləri kim görür? Ya müəllim görür, ya tələbə görür, ya da vətəndaş cəmiyyəti nümayəndəsi görür. Dövlətə çatana qədər, dövlət məmura çatana qədər artıq bu proses baş verir. Ona görə sinir sistemidir. Bu və vətəndaş cəmiyyətinin işi də mövcud problemlərin dövlətə təqdim edilməsidir. Onun həlli ilə bağlı məsələ. Ümumiyyətlə, cəmiyyətin ən vacib belə deyək, uduşu cəmiyyətin strukturlaşmasındadır. Çoxlayıcı strukturlaşma cəmiyyətin enerjisini düzgün istiqamətə yönəltməyə imkan verə bilər. Cəmiyyət biz belə baxaq da, bütövlükdə 3 sütun üzərindədir. Bir tərəfdə dövlətdir, bir tərəfdə özəl sektordur, bir də vətəndaş cəmiyyəti sektordur. Ən vacib məsələ bunlar arasında, belə deyək ki, o texnoloji və çox modda olan söz olması harmoniyanın məsələsidir. Əgər bu tərəflər arasında qarşılıqlı əlaqə olmayacaqsa, bir tərəf güclü olacaq, bir tərəf güclüdürsə, digər tərəf zəifdirsə, bütövlükdə o proses öz uğurlu nəticəsinə gətirib çıxarda bilməz. Ona görə mən hesab edirəm ki, vətəndaş cəmiyyəti dövlətin bütövlükdə həm də öz fəaliyyətini düzgün istiqamətə yönəldə bilən bir segmentdir. Belə deyək. Əlməmməd müəllim, əslində suallarım sizə çoxdur, amma verilişimizin vaxtı yekunlaşır deyə bir neçə suala qısa-qısa cavab verməyinizi rica edəcəm. Əlməmməd müəllim, insanların bir-birini dinləməsi və başa düşməsi üçün cəmiyyətlərdə daha doğrusu dialoq mədəniyyəti necə inkişaf etdirilməlidir? Doğrusu son illərdə bir şey hiss edirəm. İnsanlar bir-birini dinləməkdənsə daha çox cavab verməyə meyillidirlər. Dinləmir, nə danışır, nə deyir. Bu biraz təhlükəli tendensiyadır. Dialoq yalnız danışmaq deyil, həm də qarşısındakını hiss etməkdir.
və bütün cəmiyyətlərin uğuru da dialoq nəticəsində olmuşdur. Əgər dialoq yoxdursa, fərqli fikirlər yoxdursa, onda cəmiyyət uğur qazana bilməz. İstənilən, belə deyək ki, dövlət uğur qazana bilməz. Siz cəmiyyətdən danışdınız, Əli Məmməd bəy. Həyatı boyu ədalət, dürüstlük, qanunun aliliyi prinsipləri ilə insanı ədalətə və mərhəmətə səsləmisiniz. Amma həm də burada çox maraqlı bir məqam var. Cəmiyyətdən danışırsınızsa, ideal və dinc cəmiyyət modeli vizual olaraq bir hüquqşünas üçün necə görünür? Cəmiyyət daim inkişaf edir. Texnologiyalar dəyişir. Amma insanın daxilində boşluq dəyişmir. İnsanın daxilində boşluqlar var. İnsanın daxilində boşluqlar onu yeni kəşflərə aparır da. O boşluqları doldurmaq üçün daimi düşünür. Dostoyevskinin bir fikri var. Deyir, insan bəzən çörəkdən çox anlaşılmağa ehtiyac duyur. Çünki insan yalnız iqtisadi varlıq deyil də. Bu belə məşhur bütün filosofların gəldiyi nəticədir. Ədalət insana sənin haqqın var hissi verir. Sənin buna haqqın var. Mərhəmət isə nə deyir? Mərhəmət deyir ki, sən tək deyilsən. Bax, biz yenə də gəlib Əf komissiyasının iclasına gəlib çıxıram, Əf komissiyası müzakirələrində. Burada ən vacib məsələ mərhəmət prinsipidir. Mərhəmət prinsipi nədir? Orada çoxlu insanlar, hətta cinayət etmiş şəxsə belə münasibətdə o ədalətin bərpasına nail olmaq üçün, ikinci şans vermək üçün deyir, onun yanında olur. Onu bağışlayırlar. Cənab Prezident tərəfindən onlar əf olunur. Mənim düşüncəmə görə bütövlükdə insanlıq bu iki belə deyək ki, anlayışın üzərində durur. Ədalət və mərhəmət. Bunlar əgər olmayacaqsa, inanın ki, belə deyək ki, o cəmiyyət o cəmiyyətdə daimi böhranlar olacaqdır. Əli Məmməd müəllim, son sual 2-3 cümlə rica edəcəm. Bir hüquqşünas və mütəfəkkir kimi gələcək nəsillərə daha gözəl bir dünya qoyub getmək üçün bugünün gəncliyinə hansı həyat hekayəsini və ya mənəvi nəsihəti ötürmək istərdiniz? Mən deyərdim ki, həyatınızı proqnozlaşdırmayın. Əgər proqnozlaşdıracaqsınızsa, onda həyat sizin üçün belə də istədiyinizə nail ola bilməyəcəksiniz. Tələsmək lazım deyil. Tələsmək lazım deyil. Daha çox dinləmək, daha çox öyrənmək. Əgər bu hissi özünüzdə tərbiyə edə biləcəksinizsə, özümüzdə tərbiyə edə biləcəksinizsə, onda uğurlar hər zaman olacaqdır. Və heç zamanda elə fikirləşməyin ki, hər şeydən fayda qazanmaq. Hər şeydən fayda qazanmaq insanın özünü itirməsinə gətirib çıxardır. Çalışıb özünüzü itirməyəsiniz. Təşəkkür edirəm, çox sağ olun.